Bəzən ən böyük təhlükə qaranlıq küçələrdə deyil, evimizin ən təhlükəsiz küncündə, kompüter ekranının parıltısında gizlənir. 1996-cı ilin payızında bir qadın heç kimin məcburi təzyiqi olmadan öz istəyi ilə ölümə doğru addımladı. O qatili ilə virtual dünyada tanış olmuş, onunla hər bir detalı incəliyinə qədər planlamış və son mənzilinə biletini elə özü almışdı. Bu sadəcə bir cinayət deyil, internetin anonimliyində itmiş bir ruhun qan donduran sonudur. Bu gün biz tarixin ilk onlayn sifarişli qətlinin, Sharon Lopatka hadisəsinin dərinliklərinə enirik. Maryland ştatının Elkridge qəsəbəsində yaşayan 35 yaşlı Sharon Lopatka ətrafındakılar üçün uğurlu bir iş qadını idi. O, həyat yoldaşı Mark ilə birlikdə evdən idarə olunan onlayn reklam biznesi qurmuşdu. Mark onu mehriban, işinə sadiq və sakit biri kimi xarakterizə edirdi. Onların həyatı kənardan baxanda tamamilə normal görünürdü. Lakin Sharonun daxilində Markın və yaxınlarının heç vaxt təsəvvür edə bilməyəcəyi bir fırtına qopurdu. Sharonun həqiqi həyatı monitorun arxasındakı o qaranlıq dünyada, internet çatlarda başlayırdı. İnternetin ilk illərində Mirç və müxtəlif forumlar insanların gizli kimliklərini üzə çıxardıqları yer idi. Sharon burada Nancy ləqəbi ilə tanınırdı. Onun maraq dairəsi adi istifadəçilərdən çox fərqli idi. O, illərdir daxilində boğduğu ağır BDSM fantaziyalarını, işgəncə və ölüm arzularını onlayn platformalarda paylaşırdı. Sharon sadəcə oyun axtarmırdı. O, bu fantaziyaları real həyatda ona tətbiq edəcək, onu son həddə qədər incidəcək və sonunda həyatına son qoyacaq bir cəllad axtarırdı. Bu axtarış onu Slow Hands ləqəbli birinə yaxınlaşdırdı. Şimali Karolinada yaşayan 45 yaşlı Robert Glass sıravi bir proqramçı və ailə başçısı idi. Lakin internetdə o, Sharonun axtardığı vəhşi tərəfdaşı idi. O, internetdə çox vaxt keçirirdi və qeyri-normal arzuları ilə həyat yoldaşının diqqətini çəkmişdi. Bu səbəbdəndir ki, yoldaşı onu kompüter arxasında bu fantaziyalarını həyata keçirərkən yaxalamışdı. Evliliklərində yaranan problemlərdən dolayı cütlük bir müddət sonra boşandı. Bundan sonra demək olar ki, Glass'ın əli qolu açılmışdı. O, artıq internetdə bütün arzularını daha rahat formada həyata keçirirdi. Robert və Sharon arasında 800-dən çox elektron məktub mübadiləsi oldu. Bu məktublarda Sharon Robertə yalvarırdı. Məni incit, mənə ağrı ver və bunu bitir. Robert isə bu qaranlıq dəvəti qəbul etdi. 13 oktyabr 1996-cı ildə Sharon Şimali Karolinada dostlarımı görməyə gedirəm deyərək evdən çıxdı. O artıq geri dönməyəcəyini bilərək qatar biletini almışdı. Masasının üzərində qoyduğu qeyddə isə Marka müraciətlə yazırdı. Geri dönməyəcəm. Polisə xəbər vermə. Bu mənim seçimimdir. Sharon Robertlə görüşdükdən sonra bir neçə gün yerli bir oteldə qaldılar. Daha sonra Robert onu öz evinə apardı. Bir neçə gün sonra Markın müraciəti ilə polis Sharonun kompüterini və IP ünvanlarını izləyərək Robert Glass'ın izinə düşdü. Kompüterdəki yazışmalar və digər şok materiallar görənləri dəhşətə gətirdi. Polislər Glass'ın həyətinə daxil olanda dəhşətli bir mənzərə ilə qarşılaşdılar. Sharonun cansız bədəni həyətdəki kiçik bir məzarda, dayaz bir çuxurda tapıldı. Ölüm səbəbi boğulma idi. Robert Glass ifadəsində hər şeyi etiraf etdi, lakin bir amili vurğuladı. O bunu özü istəmişdi. Mən sadəcə onun arzusunu yerinə yetirdim. Həyat yoldaşı Mark üçün bu iki qat faciə idi. O, həm sevdiyi qadını itirmişdi, həm də onun heç vaxt bilmədiyi qaranlıq tərəfi ilə üz-üzə qalmışdı. Məhkəmə prosesi isə ABŞ hüquq sistemi üçün bir ilk idi. Əgər qurban qatili özü dəvət edibsə və hər şeyi planlayıbsa, bu qətildir yoxsa qanunsuz intihar yardımı? Bu sual Sharon Lopatka cinayətini araşdıran şəxslərin ən çətin sualı oldu. Robert Glass əvvəlcə birinci dərəcəli qətildə ittiham olunsa da, Sharonun yazdığı o dəhşətli məktublar onun cəzasını azaltdı. O, 10 il həbs cəzası aldı. Sharonun yoldaşı Mark isə bu hadisədən sonra medianın diqqətindən uzaqlaşaraq səssizliyə büründü.
Sharon Lopatka internet tarixinin ilk qurbanı kimi yadda qaldı. Onun hekayəsi texnologiyanın insan psixologiyasındakı boşluqları necə doldura biləcəyini və anonimlik pərdəsinin arxasında hansı canavarların yatdığını bizə göstərdi. Bu sadəcə keçmişin hekayəsi deyil, bugünün onlayn dünyasında hər an qarşılaşa biləcəyimiz bir təhlükənin xəbərdarlığıdır. Bəzən ən böyük sirr yanımızdakı insanın ekranında gizlənir.